Görün, ermənidən olan, ermənidən nə bilim, oturub duran adam, ermənilərə işləyən adam Azərbaycana xəyanətkarlıq edir, Azərbaycanı satır. Bu gün oturub hədə qorxu gəlirlər bizim, deməli, dövlətə, hakimiyyətə. Ay kişi, bu nədir, nəylə bu? Nə bilim, nəyi götürüb montaj eləyirlər, nə bilim, kimsə orada qururlar, rolik düzəldirlər ki, filan kəsin arvadları nə bilim, kimlənsə sevişirlər, qızları kimlənsə sevişirlər. Onları montaj edib düzəldirlər. O hamı bilir bunu. Kiminsə ləkələmək, kiməsə. Bununla siz istəyirsiniz kimsə qorxudasınız. Niyə bu hamı uşaqdır. Bu bir. İkincisi, qardaş, bu nə deməkdir? Kiminsə arvadı kiminsə sevir, kiminsə qızı kiminsə sevir. Bu kişi söhbətidir. Kişi niyə kişiyə deyir ki, arvadın gəzir deyir. Ay balam, bu kişinin özü bilər, özü də məsələni həll eləyər. Özləri qərarı verərlər, ayrılarlar, yaşayarlar. Sən durub nə bilim filan kəsi sevir. Burada nə var? Heç kəs dünyada onu bilmir. Heç bir prezident, heç bir idmançı, heç bir alim, heç bir oğru, heç bir idmançıdır, aktyorudur, onun hərbiçisidir, onun fəhləsidir. Dünyada yenə də heç bir prezidentlərdən tutmuş, heç kəs sığortalanmayıb. Ki onun uşağıdır, arvadıdır, yanı ki, mən də sığortalanmıram. Mənim də evdəki ola bilər, pis hərəkətlər edə bilərlər, sata da bilərlər. Heç kəs sığortalanmayıb bu dünyada. Sezarı satan, Atilanı satan, məhv eləyən kim idi? Qadınlar idi. Şahzadə, Britaniyanın şahzadəsi o Diana. Diana getdi şahzadə. Vuruldu bir dənə səfiyə, əlini, üzünü yumayan bir dənə ərəbə mundar satqına. Vuruldu da, indi neynəyəsən? İndi ona görə Netanyaxunun oğlu Kürdistan deyir, deməli, satdı bizi. O demək deyil ki, elə bütün hamı satqındır. İndi satqını heç kəs deyirəm də, heç kəs sığortalanmayıb ki, onun arvadı da, uşağı da pis yola düşə bilərlər. Yəni onu kişinin özü bilər. Qərarı verərlər, ayrılarlar, yaşayarlar, amma gedib ona bunu şərrləmək, ona buna qoşub düzəltmək yaxşı şey deyil, bu kişilikdən deyil. Kişi niyə deyir, arvadın gəzir, mən bunu açıb tökəcəm, neyniyəcəm? Vallahi bilmirəm.